Gülabet kendini kesenden sonra bir mucize gördüm. Yani suyun şelaleyle aşağıdan akması. Geldim çıktım bildim ki yukarıda göl var. Birinci defa da görüyorum. Yani ki bunu bizimkiler eləyiblər. Davadan sonra evveller ben böyle yer görmemiştim. Güzeldir. Bu Laçının dağları, insanları kimi vüqarlı, yüzü sert, əhdlərine sadiq, ona buna satılmayan, ne diyeyim, gürurunu heç nəylə əvəz eləməyən Laçın cəmaatına benzer dağları da var. Bir şeyi mən bu yaşında bilirəm ki, her yerin cəmaatı, insanları o yerin təbiətinə bir xarakter uyğunluğu var. O xarakterde olur. Bak, Naxçıvanın da sert qayaları var. Ne bileyim, rəhmətli Heydər Əliyevin sözü ilə desək, Naxçıvanın dağlarından da bir kişi sifəti var. Bir kişilik yağır. Bu Laçın da eynən eylədir. Belki de Laçınlarla Naxçıvanlıların yaxınlığı elə oradan qaynaqlanır. Karakterlerimiz birbirine uyğundur. Benim Qəzənfər qardaşımla dostluğumdan 50 ildən çox keçir. 50 ildir. Ama hiçbir aramızda bir anlaşılmayan fikrimiz olmuyor. Birimizin dediğimiz her ikimizin ağlımıza batır. Benim Vüqar kardeşim, Novruzov Vüqar. Yani hiç vaxt məni heç bir tədbirlərində tək qoymuyor. Həmişə yanımda olubdu. Bunun səbəbini, qaynağını axtaranda baxırsan ki, bu insanları Laçınlarla Naxçıvanlıları birləşdirən bir qüvvə var. Ben o qüvvəni də bugün burada bu dağlarda görürüm. Bu dağların o özü də Naxçıvandır. Belki de bu havası eyni olduğuna göre adamların da xasiyyəti belə el arasında deyildiği kimi desək, havası, yeli, qozu da eynidir. Öpürəm Laçın dağlarını. Dağlar qucaqlayıram sizi, öpürəm sizi. Laçınlılar qucaqlayıram sizi, öpürəm sizi. Ben Laçında ilk dəfə olanda 1975-ci il idi. Düz 50 il bundan qabaq mən Laçında olmuşam. Təzəcə polisə keçmişdim, gəlmişdim, oğru axtarırdım. Oğru axtarırdım, bu dağları qarış